Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Hər kəs salamlayırıq və hər kəsə xoş və mənalı bir gün olmasını arzu edirik. Bu günə olan ən çox suallardan biri nədir? Hava şəraiti kəskin şəkildə dəyişildi və kəskin şəkildə dəyişilməsi nə vaxta kimi davam edəcək? Ən çox suallar, ən çox şəxsləri maraqlandıran suallardan biri budur. Ayın 21-i martdır bugün və sizin nəzərinizə çatdırım ki, yaxın bir neçə gün ərzində soyuq və yağıntılı hava şəraiti davam eləməsi gözlənilir. Ola bilər ki, bu proses ay sonuna kimi davam eləsin. Hal-hazırda ayın 25 və 26-sına qədər hava şəraitinin soyuq hava şəraitinin davam eləməsi və soyuq havasının ikinci dalğasının öncədən də qeyd etdiyimiz kimi ikinci dalğasının gəlməsi gözlənilir. İkinci soyuq hava dalğası nə zaman gəlir? Sabahdan etibarən gəlir və 22-sindən etibarən 25-26-sına dək Respublika ərazisində hava şəraiti bir qədər də temperaturu aşağı düşəcək və yüksək dağlıq və dağətəyi bölgənin qar gözlənilir. Ola bilər ki, yüksək və dağlıq dağətəyi bölgənin mərkəzində də qar yağsın və örtük yaratsın. Ətraflı məlumat olacaq. Bizi izləməyi unutmayın. TikTok, YouTube və həmçinin Instagram səhifəsindən. Hər kəsə yenədən xoş və mənalı bir günlərin olmasını arzu edirik. Bizi izlədiyiniz üçün təşəkkürlər.